bura Kosalardır. Can Həsən deyilən hissədəyik. Gördüyünüz bax bu şam ağaçlarını mənfur qonşularımız biz didərgin düşəndən sonra özlərinin müharibədə olan iştirakçılarının anısına bu ağaçları əkmiş və qarşı hissədə də kiçik bir demək onları anmaq üçün göşə yaratmışlar. Həyasızlığın bu qədəri də olmazdı. Gedək qarşı hissəyə və aldığımız məlumatın hansı formada olduğunu sizinlə birgə izləyək. Deməli, gördüyümüz kimi qoyulmuş, qurulmuş abidə budur. Burada 1992-ci il olduğu qeyd olunub və aşağıda bir avtomat silahının şəkli də cızılıb. Təbii ki, yazıların nə olduğunu dəqiq bilmirəm. O zamanlar 1992-ci ildə bizə qarşı, Kosalara qarşı demək hücum edərkən onların itirdikləri əskərlərin demək xatirəsinə qoyduqları abidədir. Bu da onların Azərbaycan əskəri Kosalar oğulları tərəfindən deşilmiş kaskalarıdır. Və burada məqsəd nədir? Məqsəd bunu göstərməyimizdə, danışmamızda məqsəd odur ki, o dövrdə də Azərbaycanda Kosalarımızda igid oğullar var idi və dəmir yumruq onların hər zaman başında olub. Allah cənab prezidentimizi qorusun. Allah bizim şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bugün Kosalarda biz sərbəst gəzirik, azad gəzirik və qisasımız alındı. Bu qədər yenə təkrar eləyirəm. Arsızlığın böyüyü olmaz. Onlar bizim torpaqlara qarşı demək qəsbkarlıq edərək və yenə də özlərinin burada abidələrini yerləşdirərək özlərini haqlı göstərməyə çalışırlar. Amma o zamanda, bu zamanda dəmir yumruq onların başlarında oldu və bu belə də olacaq.